Quba rayon Heydər Əliyev mərkəzində Quba rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır mövzusunda konferans keçirilib. Konferansa rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, rayon rəsmiləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və digər nümayəndələr iştirak ediblər. Konferansdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib. Konferansın bədii hissəsində aşıq musiqiləri səsləndirilib, yallı rəqsi nümayiş olunub və Qərbi Azərbaycanın mədəni irsini əks etdirən sərgi təşkil edilib. Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının yerlərdə soydaşlarımıza çatdırılmasıdır və elə hesab edirəm ki, bugünkü tədbirimiz də çox yüksək səviyyədə təşkil olunubdur rayon icra hakimiyyəti tərəfindən və biz bu tədbirdə Qərbi Azərbaycan həqiqətlərini, Qərbi Azərbaycana qayıdış uğrunda soydaşlarımızın hüquqlarını vətəndaşlarımıza çatdıra biləcəyik. Şübhəsiz ki, bu tədbirlər bizi tarixi torpaqlarımıza bir addım daha artıq yaxınlaşdırır. Konferans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Qərbi Azərbaycanla bağlı videoçap nümayiş etdirilib. Açılış nitqi ilə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı konferansın mahiyyəti barədə ətraflı bilgi verərək, konferansın Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək, Qərbi Azərbaycanlıların öz tarixi yurt yerlərindən mərhələlərlə deportasiya edildiklərini, onların bu ağrılı proseslər zamanı yaşadıkları müsibətləri dilə gətirib. Konferansda digər çıxış edənlər də Qərbi Azərbaycanlıların öz el obalarına geri qayıdış əzmi və istəyindən bəhs etmiş, vətən həsrətlərindən danışmışlar. Sahib Məmmədli Elçin, Şuşalı, Qafqaz TV üçün.